Zakir müəllim, bugün sənətə mi dəyər verir tamaşaçımız? Toylarda da toy gəlsin, yoxsa populyarlığa? Populyarlığa. Sənət Sənətə yox, sevən var, sən də elə danış. 5 saat dalında söylüyorum. Yox, mən başqa, bunun nə? Sənətkar. Səndə, bax, səndə manatdan başqadır. Sənin öz çevrin var. Özümdən demirəm, sənətkardır da. Bəs mən o, yox, Leyla da populyardır axı. Yox, gəlin bir. Leyla Rəhimoğlu hər kəs tanıyır. Populyardır. Burada kimi tanımırlar? Hamı tanır. Populyardan yetmir, qanardan gedir. Tanınmağa gəl bir dənə bir dombalağa şəhər hamı tanısın. O populyarlıq başqa şeydir. Sənətdən gedir. Büyük bundan sənəti qat az olanlar bundan 2 dəfə, 3 dəfə qanar baha gedir. Populyarlığım ona nə dəxli? Onda bu Zakir müəllim nəyin göstəricisidir bu? Sizin də vaxtınızda, sənin də vaxtın, o vaxtı olub da müğənnilərdə, cavanlar fonogram oxu. Amma indi tam başqa olub. İndi düzdür, canlıya heç fikir verən yox, fonogram deyir oxu. Ay ki, bax dünənləri, dünən yoxsul ağanda çox tanınmış bir adamın Gəncədə toydaydıq. Hüseynovu deyirsiniz də, hə? Bacısı oğlunun toyuydu. Yox, öz qızının toyu. Öz qızının, təbrik edirik, Allah xoşbəxt eləsin. Atalı, analı, xoşbəxt günlər görməyi, ailəsi ilə nəsib eləsin. Toy aparan məndən Şəbirəm idi, amma bütün müğənnilər var idi. Müşabə idi orada, Zemfira İbrahimova idi orada. Çox idi. Orada Elton da oturmuşdu bölümdə, mənim köməkçim. Dedim, Elton, burada nə qədər oxuyan vardı? Dedi ki, bir 20 dənə zadı var. Dedim, burada sən xəbərin oldu ki, bir nəfər bir dənə canlı oxumadı. Sən qarışıq. Bəli. Çünki açılışa mənim bir mahnım var, onu mən mütləq oxuyuram. O, bax, belə bir toy istərəm, o məcburdur. Onu oxuyam, ondan sonra şey oxuyam. Açılışı mən elədim deyil. İndi məni başa düşdükdə bir mahnıdır. Sonra oturardım, canlı oxuyardım, bir muam oxuyardım. Amma məndən sonra gəldi axı. Elə də qəşəng qəbul elədilər. Elə də yer. Bir də bu vaxtım gördüm ki, musiqiçilər də oturmuyor. Gelib oturub yeyibçilər heç axıra qədər getdi. Yəni nə, sözümü nəyə gətirəm? Mən buna protif olan adam olmuşam. Mənim də ansambolum var. Amma bu günləri, yəni sən danış, mən danışım, bu gün hamı yeyir, hamı da qəbul eləyir. Gəlsin mənim toyumda Leyla görüşsün, vacib deyir, o canlı oxudu, cansız oxudu, mənim məclisimdə olsun.